Dostlar, belə bir açım diləmək istəyirəm sizin üçün. Ağlımdakı insan etibarlı biridirmi? Etibarlı biridirmi ağlımdakı insan? Ağlınızdakı insanı düşünün. Sevdiyiniz insanı düşünə bilərsiniz. Və ya da dostunuzu düşünə bilərsiniz. Bilmirəm, sizin için kim maraqlıdırsa tuta bilərsiniz. 3 variant olacaq. Ağlımdakı insan etibarlı biridirmi? Bu arada yenə də deyəcəm, yeni kanal açmışam. Tarot, Ezoterika, Makamora. Abunə olun, xahiş edirəm. Çox şad olaram, minnətdar olaram sizə, dostlar. 3 variant olacaq. Ağlımdakı insan etibarlı biridirmi? Variant. 1'ə pişik, 2'yə bayquş, 3'ə də siçan. Mən birinci variantdan başlayıram. 1, 2, 3. Birinci variantdan başlayıram. Ağlımdakı insan etibarlı biridirmi? Birinci variant. Çox ağıllı adamdır. Ağıllıdır bu adam. Çox müdrikdir. Həyat bunu müdrik eləyibdir. Belə deyə bilərəm. Bu insan belə bir insandır ki, yəni bu insan hər şeyi buraxıb, nəyi varsa, var, dövlət, ailə, hər şeyi buraxıb gedə biləsi adamdır. Başa düşürsünüzmü? O mərhələdən çıxıbdır bu adam. Bax, belə bir insandır. İtibar eləyə bilərsiniz buna. Mən bunu yalancı, fırıldaqçı, belə bir insan kimi görmürəm. Bu insanı əgər sevdiyiniz bir, maraqlıdırsa sevirmisiniz, sevir. Sevgisi de var bu insanın sizə. Eğer o temada tutmuşsunuzsa, ümumiyyətlə sizə qarşı sevgisi olan bir insandır. Və etibarlıdır mı? Etibarlıdır. Yox, pis adam kimi görmürəm ben bunu. Müdrik adamdır. İkinci variant. Hamınız qeyri-adi adamlar tutmuşsunuz. Sıradan bir insan deyil. Bu dəhşətdir. Bu dəhşətdir. Bu insanın əslində necə biri olduğunu heç kəs bilə bilməz. Heç kəs. Şaşırsınız. Bu insan hər an hər şey ola bilər də. Yəni hər şey yəni bitə bilər bir anda. Bu bitirə bilər hər şeyi və yaxud da etibarlı adamdır. Etibarsız görmürəm mən bunu düzü də. Etibarsız görmürəm. Siz bəlkə biraz inanmırsınız buna. Bunun biraz problemləri var. Bəlkə sağlamlığında, bəlkə nəsə bir hadisə olub həyatında və yaxud da belə bir şey də çıxdı bu adama. Siz biraz nəsə inanmırsınız, ümitsizsiniz bu insanla əlaqəli. Bəlkə bitibdi, nəsə bitibdi burada. Bitmiş bir şey də var. Bəzilərinizdə. Ona görə ümid eləmirsiniz burada. Neyse. İhtibarlı. İtibar eləmək olar dostlar. Bir şey deyirəm sizə. Bax, ikinci variant. Mən nə demək istəyirəm sizə? Əgər burada belə bir adam tutmuşsunuzsa, münasibətiniz yaxşı deyilsə də, belə deyim sizə də, yəni bitmiş bir münasibətsə və yaxud da bəzi problemlər var, dəqiq bilmək istəyirsiniz, necə olar, necə olmaz, belə bir adam tutmuşsunuzsa, bu adamı gözləyərək, nələrəsə ümid eləyərək özünüzü qurban eləməyin. Başa düşdünüzmü? Öz-özünü çox güclü adamdır. Bu özü bilir. Necə deyim? Bu özü istəyərsə, sevərsə, istəyərsə, necə deyim? Qərarı bu verir də. Gedə bilər, bəli. Sizi qoyub gedə bilər zaprosto. Düşdünüz? Gedib desək, buraxın başını bu adamın. Yəni, getmiş bir adamdırsa, başa düşdünüzmü? Ümumiyyətlə etibar eləmək olarmı? Olar. Siz eləmirsiniz çox da. Yəqin ki, biraz intuisiyanız sizə belə şey deyir, amma olar. Amma bu adamla o zarafat eləmək olmaz, belə deyim də. Şutki plohi. Rusların sözü olmasın. Üçüncü variant. Bu adam da çox işlər, əziyyətlər görübdür. Nəyisə gözləyir. Ümid eləyir.
Bəzi problemlər var, onları gizlədə bilər. Belə deyim də dostlar. Tam belə deyim, tam da güvəniləsi kimi görmürəm bu adamı. Çünki bunun özünün dərdləri, problemləri var. Başa düşürsünüzmü? İçində, yəni %100'dür bu və problemləri var bunun. Və dərdli adamdır bu. Məsləhət deyil. Yəni bu adamla yəni arxa dayaq olası kimi bir adam görmürəm mən bunu. Belə bir adam kimi görmürəm mən bunu da. Yəni güvəniləsi tam adam kimi belə gəlmir bu mənə. Özü problemləri var bunun. Siz də qəmli dərd çəkərsiniz yəni sonra. Yəni üçüncü variant. Biraz diqqətli olun. Yenə siz bilərsiniz bu kartlardır. Kartlara görə əlbəttə ki qərarlar verməyəcəksiniz. Amma indi əgər siz bu videoya rastlaşırsınızsa, baxırsınızsa, içinizdən gəlirsə, deməli kainat sizə mənim ağzımla və yaxud da bu şəkillərə nəyisə demək istəyir. Düşünün və yaxud da müşahidə eləyin, biraz diqqətli olun, ehtiyatlı olun, başa düşürsünüz. Kainat bizlə hər hansısa bir formada danışır, hər hansısa bir formada əlaqəyə girir, başa düşürsünüz. Ona görə də hər şeyə diqqət eləmək yaxşıdır. Bu qədər dostlar, çox sağ olun, klasslar verin, fikir bildirin, abunə olun, yenə çəkilişlər edəcəm. Çox sağ olun.